Hər vaxtınız xeyirli və uğurlu olsun. Bugünə olan bir-birindən maraqlı, rəngarəng sujetlərimizlə qarşınızdayıq. Xoş gördük sizləri. Sağlamlıq hər şeyin təməlidir. Əbəs yerə ən sevdiyimiz insanlara birinci növbədə can sağlığı arzulamırıq ki, ya da elə götürək hər gün eşitməyə, söyləməyə alışdığımız salam kəlməsini. Bu sözlə hər gün bir-birimizə sağlıq, salamatlıq arzu etdiyimizin fərqindəsizmi? Yeri gəlmişkən, elə bugün də təqvimə qırmızı hərflərlə yazılıb. Bəli. Bugün bütün dünyada inkişaf və sülh naminə beynəlxalq idman günü kimi qeyd edilir. Biz də bu əlamətdar gün münasibəti ilə tək idmançılarımızı deyil, ümumilikdə bütün idman sevərləri, sağlam həyat tərzinə önəm verənləri təbrik edirik. Və əməkdaşımız Nurlanın video materialı ilə start veririk idman gününə həsr etdiyimiz sujetlərə. Sülh və İnkişaf naminə Beynəlxalq İdman Günü 2013-cü ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilib. Bu günün 6 apreldə keçirilməsi isə heç də təsadüfi deyildi. Belə ki, 1896-cı ildə ilk Afina Olimpiya oyunları məhz 6 apreldə keçirilmişdi. İdmanın dünyəvi sülhə, eləcə də fiziki aktivliyə, təhsilə, sağlam həyat tərzinə verdiyi töhfələr hər kəsə məlumdur. Sülh və İnkişaf naminə Beynəlxalq İdman Günü əslində sülhə çağırışdır. Belə ki, qədim zamanlarda Olimp allahlarının şərəfinə keçirilən Olimpiya oyunları zamanı bütün müharibələr dayandırılırdı. Elə indi də Olimpiya oyunları böyük təmtəraqla keçirilir. Xəyal Həşimli stolüstü tenislə məşğul olur. Deyir ki, idman həyatının bir parçasıdır. Qazandığı uğurlarsa ona daha da stimul verir. Mən 11 ildir demək olar hər gün məşq eləmişəm və bir gün məşq eləməyəndə tenis üçün darıxıram və hər saniyə də olsa məşq eləmək istəyərəm. Professional idmanla məşğul olmamaq da olar, yəni idmana yazılmayıb, hər hansı məsəl üçün qaçış da ola bilər, bulvarda məsəl üçün qaçmaq da olar, yəni professional idmançı deyilsənsə, yəni idmanla məşğul olmaq olar. Stol tenis həmçinin hər bir yerdə demək olar, çox yerdə stol tenis var və onunla məşğul olmaq olar. Sevindirici haldır ki, ölkəmizdə idmanın bütün sahələri nəzərə çarpacaq dərəcədə inkişaf edib. Elə bir idman sahəsi yoxdur ki, gənclər ondan agah olmasın. İdmanla məşğul olan uşaqlarsa əsl qürur mənbəyimizdir. İdman nədir sənin üçün? İdman gücdür, iradədir, sağlamlıqdır. Neçə ildir bu idmanla məşğulsun? 3 il. Hər hansı bir nəticən varmı? Bəli, 8 dənə medalım var. 4 dənə birinci yer, 2 dənə ikinci yer, 2 dənə də üçüncü yer. Mütəxəssislərin fikrincə idman insanların gündəlik həyat fəaliyyətinin bir parçası olmalıdır. Şərt deyil ki, peşəkar idmançı olasan. Əsas məqsəd sağlam həyat tərzi keçirməkdir. Elə mən də idmanla məşğul olmaq üçün üz tutdum idman zallarından birinə. Düzünü deyim, çox maraqlı vaxt keçirdim. Asudə vaxtları idmanla məşğul olaraq keçirmək həm bizi pis vərdişlərdən uzaq edər, həm də stres atmamıza kömək olar. Həkimlərin fikrincə sağlam həyat idmanın nəticəsidir. Mütəmadi olaraq idmanla məşğul olmaq həm fiziki, həm də əqli inkişafa kömək edir. İdmanla məşğul olduqda insanın həm özgüvəni artır, həmçinin əhval-ruhiyyə də yüksəlir. Bəzi hallarda isə idmanla məşğul olmaq məqsədi ilə ağırlıq daşlarına, eləcə də digər idman vasitələrinə necə gəldi güc gəlirik. Mütəxəssislərin fikrincə hər bir idman növünün öz qayda qanunları və standartları var. Əgər sistemli şəkildə məşğul olunmazsa, idman pis nəticə də verə bilər. Hətta sağlamlığımıza müəyyən mənada zərər də yetirə bilər. İdmanla məşğul olarkən qida rasionuna da diqqət yetirmək vacibdir. İdmanla məşğul olan adam ən azından siqaret çəkirsə, idmana gəlirsə, biz ona psixoloji təsir edirik ki, və siqaret, içki orqanizmə ziyandır və sən qabağa yox, arxaya gedərsən. Fitness idman növündə əsas qidadır birinci növbədə, ikinci növbədə istirahət, üçüncü növbədə idmandır. Ona görə qidaya çox dəqiq fikir verilməlidir. Fikir verilsə, nəticədə tez alına bilər. Əsas da proteinlərdir, zülallar yeməlidir. Məsəl üçün, toyuğun
sinə, döş əti belə deyək, malın can əti, yumurtanın ağı, zülallara çox üstünlük verirsə daha yaxşı olar. Sağlam bədəndə sağlam ruh olar deyimini özümüzə rəhbər edərək daima sağlam olmanız diləyi ilə Nurlan Vilayətoğlu, Rüfət Əliyev, Lider TV. Dünya həqiqətən də gözəl və hər bir canlıya yetəcək qədər genişdir. Ümumilikdə götürsək insanların hamısı bir-birinə qohum, qardaş düşür. Niyə gülürsünüz? Bəyəm hamımız bir əcdaddan törəməmişik? Onu nəzərdə tutub belə söylədim də. Bir ailədə iki övladın bir-birindən fərqi olduğu kimi, yer üzündəki insanlar da bir-birindən fərqlənir. İstər xarici görünüş, istər dili ilə, istərsə də adət-ənənələri və geyim tərzi ilə. Elə növbəti sujetimizdə müxbirimiz Babəklə birgə Dumanlı Çənli Albiona istiqamət götürəcəyik. O bizə Şotlandların olduqca maraqlı milli geyimindən söz açacaq. Əvvəlcədən xəbərdarlıq edirəm ki, bu kişi geyiminin bir atributudur. Çoxlarımızın severək geyindiyi damadama naxışlı parçalardan hazırlanan paltarların əslində qədim və zəngin bir tarixi olduğundan yəqin ki, əksəriyyətinizin xəbəri yoxdur. Əgər parçanın da tarixi olar deyirsinizsə, o zaman nəzərinizə çatdırım ki, əsl adı tartan olan bu parça 18-ci əsrin əvvəllərində yaranıb və hətta aprelin 6-sı beynəlxalq səviyyədə tartan bayramı günü kimi qeyd olunur. Tartan özü nə demək? Tartan özü qədim Şotland dilindən tartain kimi tərcümə olunurdu ki, bu çox cod, belə deyək, bərk bir parçadır. Parça kimi tərcümə olunurdu və bunun seçimi xüsusiyyəti ondadır ki, yəni ki, biz hamımız bilirik ki, onda dördbucaq belə bir xəttlər yaranır. Yəni, orada isə onun iki başlanğıc nöqtəsi olur. Simmetrik olaraq bir rəngdən başlayıb bir rəngdən qutarır və simmetrik tartanda o rənglər həmişə ardı-ardına davam edir getməyə. Qeyri-simmetrik tartanda isə bir rəng bir neçə dəfə təkrarlana da bilər, təkrarlanmaya da bilər. Əyilməz parça mənasını verən tartanın vətəni Şotlandiyadır. Əvvəllər bu parça onu geyinən şəxsin hansı vəzifənin sahibi olduğunu bildirirdi. Bu səbəblə də hər bir insan digərlərindən fərqlənmək üçün yalnız özünə xas olan tartanı geyinməli idi. Həmin paltarı geyinənin statusu isə parçadakı rənglərin sayına görə müəyyən edilirdi. Belə ki, üzərində bir rəng olan parçalar qulluqçulara, iki rəng olanlar fermerlərə, 3 zabitlərə, 5 sərkərdələrə, 6 şair və yazıçılara, 7 rəngli parçalar isə liderlərə xas idi. Hələ də populyarlığını qoruyub saxlayan bu naxışlı parçadan hazırlanan ətəklər 1782-ci ilə kimi vətəni Şotlandiyada qadağan edilmişdi. Lakin Şotlandiyada müstəqillik referendumu qərarı alınandan sonra qadağa götürüldü. Hətta Şotlandlar öz milli geyimlərini xüsusiləşdirmək üçün bu günü rəsmiləşdirdilər. Hazırda hər il bu bayrama yüzlərlə kişi qatılır. Onlar qürurla tartan naxışlı ətəklərini geyərək oyunlarda, şənliklərdə iştirak edirlər. Uzun müddətdir ölkəmizdə şəxsi biznesini quran Şotlandiyalı Hugh Cochrane də hər il bu günü öz dostları ilə birlikdə qeyd etməyi unutmur. Elə biz də bunu fürsət bilib tartanın onlar üçün nə ifadə etdiyini öyrənmək istədik. Mən artıq uzun zamandır Azərbaycanda yaşayıram. Burada kişinin ətək geyinməsinin xoş qarşılanmadığını bilirəm. Ona görə də biz bu bayramı öz aramızda sadə bir şəkildə qeyd edirik. O ki qaldı tartana, bu parça mənşəyinə görə çox sadədir və ilk belə parçalar yun ipliklərdən istifadə edilərək əl hörgüsü və kök boyası ilə hazırlanıb. Tartanın üzərindəki rənglər onu geyinənin əslən hardan olduğunu və ailə köklərinin ona buraxdığı mirası göstərir. Bu səbəblə də onu geyinmək bizlərə qürur verir. Bunu bir sözlə ifadə etməli olsaq, rahatlıqla deyə bilərik ki, tartan bir çox Şotlandiyalı üçün həyatın ayrılmaz bir parçasıdır. Hazırda tartanı nəinki Şotlandların, eyni zamanda bir çox millətlərin geyimlərində görmək olar. Elə ölkəmizdə də bu parçadan hazırlanan geyimlərə hər yerdə rast gələ bilərsiniz. Əyləş, 5 alırsan qızım. Qədimdən bu günə qədər 101 növü gəlib çatan tartanın gördüyünüz kimi bir növü də məktəb geyimlərində istifadə olunur. Günümüzdə bir çox modelyerlərin ilham qaynağı olmağa davam edən tartanın məktəbli formalarında əsasən üzərində naxış olan göy və boz rəngli növlərinə üstünlük verilir. Bu da parçanın qədim və zəngin tarixi ilə yanaşı yüksək keyfiyyətə də malik olduğunu bir daha sübut edir. Adətən biz kişi və qadın geyimlərini bir-birinin formasına görə fərqləndirə bilirik. Axı normalda ətəyi qadınlar, şalvarı isə kişilər geyinir. Bəs bu Şotlandlar ətəklərin qadın və ya kişi üçün olduğunu necə seçirlər axı?
Sən demə, hər nə qədər bir-birinə bənzər olsalar da, bu ətəkləri bir-birindən fərqləndirən xüsusiyyətlər var. Belə ki, qadınların ətəklərində belə deyərdim ki, qatları daha sıx olur, amma kişi ətəklərində isə yalnız 2 qat olur. Yəni fərq ancaq bundan ibarətdir. Diz qapağı altından geyilmiş yubqalar, yəni ətəklər deyərdim. Ətəklərindən başqa kişilərdə isə sarışqanın altından məhz qalstuk yox, bu tonlardan ibarət olan ledlər taxıb ki, yəni bu milli geyimi tamamlayır. Tartanı ənənəvi quruluşundan alıb günümüzə gətirən isə Victoria Derby'nin İngiltərədəki sənaye inqilabı oldu. Bu dövrdə tartan Şimali Şotlandiyadan çıxaraq istehsal texnikaları ilə müasir dünyamıza adaptasiya edildi. Ənənəvi xətti pencək və qalstukun əlavə olunması ilə rəsmi bir paltara çevrildi. Biraz qatışdırdıq arada bir. Tartanın, yəni parçanın özü adı yox, sırf onun belə deyək də naxışının özünün xüsusiyyəti var. Yəni məsələn çox adam məsələn deyə bilər ki, taftan tam fərqli bir parçadır. O daha çox belə deyək də yumşaq bir parçadır, əyilməyən bir parçadır. Amma tartan belədir ki, onun sırf naxışı, üstəgəl naxışı olan, dördbucaq forması olan ona görə elə adlanır. Bir də çox cod olduğuna görə və bir də söyləyim, indi də dünyasında yalnız tartanın naxışı istifadə olunur. Onun öz materiyası istifadə olunmur. Naxışların müxtəlif olmasına baxmayaraq tartan hələ də öz orijinallığını və keyfiyyətini qoruyub saxlamağı bacarır. Odur ki, siz də rahatlıqla öz qardirobunuzu zövqünüzü oxşayacaq tartandan hazırlanan geyimlərlə doldura bilərsiniz. Babək Zeynal Rəşad Məmmədov, Lider TV. Elə fizioloji xüsusiyyətlər var ki, sırf insana xasdır. Gülmək, ağlamaq, düşünmək kimi. Dünya yaranandan bəri insan öz yaradılışını, kainatın, təbiətin sirlərini çözməyə çalışır. Ancaq kosmosu belə fəth edən insanlıq ilk baxışdan adi görünən hadisələri, prosesləri izah etməkdə acizlik çəkir. Misal üçün, yuxu görməmiz ya da hıçqırığın səbəbi kimi. Pardon, Türkan mənə deyir ki, ay qız, sən fil qulağında yatmısan, bunlar çoxdan necə lazımdır araşdırılıb da, hər tərəfli izah olunub da. Nə deyirəm Türkan? Deyəsən, ağac bar gətirincə başını yerə əyər deyimini eşitməmisən. Bir də ki, bilməmək eyib deyil, öyrənməmək eyibdir. Sən bir bu hıçqırmanın səbəbindən və qurtulmaq yollarından danış ki, mən də başıma çarə qılım. Ayda zarı hıçqırıq tutub. Bəzən nəfəsimizi kəsərək, bəzən də su... Keçdi deyəsən. Bəzən nəfəsimizi tutaraq, bəzən də su içməklə hıçqırığın qarşısını almağa çalışırıq. Hətta bəziləri nə uğurlamısan deyərək bu halın səbəbsiz olduğunu hesab edirlər. Amma sən demə, hıçqırmağın da müəyyən səbəbləri var. Sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran diafraqma əzələsinin qəfil sıxılması nəticəsində reallaşan ani nəfəs alma hıçqırıq yaradır. Bu vaxt səs tellərinin olduğu qism bağlanır və buradan keçən hava ani olaraq kəsilir. Bu vəziyyət hıçqırığın çıxardığı səs səbəbindən yaranır. Hıçqırıq gün ərzində 10-30 dəfə təkrarlana bilər. Birdən-birə mədəni çox doldurmaq, birdən-birə çoxlu qida qəbulu özü hıçqırığı yarada bilir. Birdən-birə çox qida qəbulu ilə əlaqəli olaraq hıçqırıq yaranıbsa, bu mədə tam boşalana qədər, yəni davam eləyə bilər. 5 saata qədər davam eləyə bilər. Yəni hətta olur ki, 1 sutka ərzində davam eləyir. Belə hal həmçinin çox və narahat pozada yemə vaxtı da yarana bilər. Qorxu və kəskin nəfəs alma zamanı da hıçqırığımız tuta bilər. Bu xoşa gəlməz hal isə 5 dəqiqədən 15 dəqiqəyə qədər davam edir. Çox yemək, həzimsizlik, acı, ədviyyatlı və isti yeməklər, spirtli və turş içkilər, mədə qazı və sinir narahatlıqları hıçqırığın ən çox rast gəlinən səbəbləridir. Hıçqırıq bəzi beyin, ürək, qaraciyər, bağırsaq xəstəlikləri ilə yanaşı, sətəlcəm zamanı da müşahidə oluna bilər. Bu səbəblə davamlı və uzun sürən hıçqırma hallarında mütləq həkimə getmək lazımdır. Əgər hıçqırıq kəsmirsə, uzun müddət davam edirsə, davamlıdırsa, artıq biz xəstəlik haqqında fikirləşməliyik. Bu hansı xəstəliklər də ola bilər? Mədənin xəstəliklərində, qida borusunun aşağı üçləbinin xəstəliklərində, diafraqma qida borusunun dəriyin yırtıqlarında, qida borusunun hətta xərçəngində, mədənin xərçəngində belə hıçqırma müşahidə olunur. Mədə bağırsaq xəstəliklərindən başqa beyin problemlərində, qaraciyər xəstəliklərində yarana bilir. Bəzən yemək yeyərkən yaxud da su içərkən mədəyə az miqdarda hava getməsi də hıçqırığa səbəb ola bilər. Hıçqırıq
Hıçqırıq həm də şərtsiz refleksdir. Çünki biz onu şüurlu şəkildə idarə etməyi bacarmırıq. Gəlin görək, bəs sizlər hıçqıran zaman bunun qarşısını almaq üçün hansı üsulları bilirsiniz? Xanım, hıçqıran zaman qarşısını kəsmək üçün nə edirsiniz? 7 qurtum su içirəm. Keçir? Deyirlər keçir, hə. Vallahi heç nə, özü gəlib keçir. Olub, yəni ki, belə su içmişəm. Qaynamı seçirəm, kəsir. Nəfəsimi tutub saxlayıram. Çox. Təbii ki, hıçqırığın qarşısını kəsə bilmirəm. Nə qədər su dəyişirəm, heç nə olmur. Bəzən bildiyimiz üsullar bu halın qarşısını almaq üçün yetməyə bilər. Ehtiyat üçün bir neçə üsulda diqqətinizə çatdıraq. Şirin bir şey yemək sinirlərinizi aldadıb hıçqırığa son verə bilər. Barmaqlarınızla qulaqlarınızı tıxıyın. Bu eşitmə sisteminə çatan vagus sinirini xəbərdar etməyə yarayır. Burnunuzu və ağzınızı bağlayaraq dözə bildiyiniz qədər nəfəs almadan dayanın. Belə. Bu dəfə də sizinlə niyə hıçqırırıq sualının cavabını tapmağa çalışdıq. Söylədiyimiz metodları isə mütləq sınaqdan keçirin. Ən əsası isə odur ki, beyninizi məşğul edin ki, hıçqırıq azalaraq zamanla yox olsun. Türkan Mahmudova, Zaur Bayramov, Nurlan Şahbazov, Lider TV. İnsanın vəfalı sirdaşları, necə deyərlər, kiçik qardaşlarımız. Bəli, düz anladınız. Ev heyvanlarını nəzərdə tuturam. Bu dəfə Xumar sizə itlərdən, daha doğrusu onların bir cinsindən danışacaq. Heç Xaski adını eşitmisiniz? Qəribə və gözəl səslənir zənnimcə. Mən bu cins itlə ilk dəfə Çində ikən rastlaşmışdım. Yadımdadır, qəribə və gözəl görünüşü vardı. Hələ o mavi, dərin gözlərindəki ifadəni demirəm. İnsan bəzən heyvanlarla daha yaxşı anlaşır. Nəinki insanlarla. Deyirəm, yəqin itlərin də bizim bilmədiyimiz başqa qabiliyyətləri var. Misal üçün, insanın düşüncələrini gözündən oxumaq kimi. Nəysə, mən yenə fantaziyalarıma qapıldım deyəsən. Yaxşısı budur, gəlin bu yerdə sujetimizi izləyib canavarların bu mavi gözlü qohumlarını daha yaxından tanıyaq. Sədaqət dediyimizdə ağıla ilk gələn onlardır. Söhbət təbii ki, itlərdən gedir. İnsanların sadiq dostu olan bu canlılar o qədər vəfalıdırlar ki, müdafiə və güvənmək kimi sahələrdə də onlardan yararlanırlar. Canavarlardan törəndiyi iddia olunan haskitləri də etibarlı və mehriban cins hesab olunur. 7000 il əvvəl soyuq iqlimdə yaşayan eskimoslar tərəfindən əhliləşdirilən bu itlər 1905-ci ildə Alyaskaya gətirilib. Zoolog Əbülfəz Tağıyevin sözlərinə görə bu cinsdən Sibirdə çuxçalar xizək çəkmə, maral sürülərini otarmaq və gözəlçi it olaraq istifadə edilmişlər. Ümumiyyətlə, itlərdə tərvəzlər çox zəif inkişaf edib, yox dərəcəsindədir. Bunların dərisi və deməli, yun örtüyü də təmiz olur. Öz-özünü təmizləmək qabiliyyətinə malikdir. Deməli, bunlarda iyi gəlmir. Buz mavisi gözləri ilə qorxuducu olsalar da, əslində sevgi dolu və gözəgəlimli heyvan olan haskilər azadlıqlarına düşkün və inatçıdırlar. Yaltaqlanmağı qətiyyən sevmirlər. Canavara xas xüsusiyyətləri çoxdur. Hətta məlumatlar var ki, canavar sürülərinə bunlar rahat qoşulub ov eləyə bilirlər. Bu həmişə olmur, nadir hallarda olur. Amma bilirsiniz, canavarlar ev itlərdə canavarları görməyə gözü yoxdur. Qeyri-adi göz rənginə sahib olan haskitləri cəmi 13 il yaşayır. İstiyə qətiyyən dözümü olmayan bu itlər 60 dərəcə soyuğa dözə bilirlər. Haskitlərinin hürməkdən çox uladığını deyən Bakı Heyvanat Parkının əməkdaşı Samir Məmmədovun sözlərinə görə bu canlılar yayda çox əziyyət çəkirlər. Yayda əslində çox çətin olur bunlara, sözsüz ki, həddindən artıq. Hövsələdən çıxırlar, əsəbi olurlar, tüklərini daha çox tökməyə başlayırlar. Soyuqda bunlar özlərini daha komfort hiss edirlər ki, isti ölkələrdə. Məsələn, nəmişliklərdə, isti yerlərdə bu itlər demək olar ki, çox qalmırlar, yəni yaxşı yaşaya bilmirlər. Tükləri dəhşətli dərəcə tükürür, bəzi xəstəlikləri yoluxurlar. Yəni, əslində bu itləri çalışmaq lazımdır, soyuq bir şəraitdə saxlamaq. Yayda isə elə eləmək lazımdır ki, yəni ki, bu itlər çox əziyyət çəkməsinlər. Ekranda gördüyünüz haskini 10 günlüyündən saxlayan Yaqub Nəcəfli deyir ki, bu itlər diqqəti çox sevirlər. Amma buna baxmayaraq həm də egoist canlılardır. Amma üstünlük cəhətləri nədir? Üstünlük cəhətləri odur ki, idmanla məşğul olmağı sevir. İdmanla məşğul olanlar üçün yaxşı bir it cinsidir. Onlara kömək edə bilər. Ağırlıq qaldırmaq, ağırlığı çəkmək, o
yəqin kinolarda görmüsünüz o qar yerlərində xizəkləri dartmaqlar, maral ovçuluğu filan da. Onlarda bu cinsiyyətlərdən istifadə olunur. Düzdür, deyirlər, xas ki, Azərbaycanda yaşaya bilməz, isti ölkələrdə yaşaya bilməz, amma bu o cinslər sonradan, yəni cins özü deformasiyaya uğradığından neçə əsr keçdiyindən artıq o həmin o bildiyimiz Sibir itləri deyillər, artıq Avropalaşmış xaskilərdir. Qəhrəmanımız deyir ki, azad şəkildə qaçıb oynamağı çox sevən haskilər ev həyatı üçün uyğun deyillər və tək başına qalmağı sevmirlər. Hətta tək qalanda otaqdakı əşyaları gəmirməyə başlayırlar. Şən itdir, heç vaxt səni darıxmağa qoymaz, amma sən onu darıxmağa qoysan, məsələn evdə getdin, tək qoydun ki, it sənin evdə salamat heç nə qoymayacaqlar. Hər şeyi didəcək, gəmirəcək. Diqqət sevən it cinsidir. Uşaqlarla ünsiyyəti daha çox xoşlayan haskilər ümumilikdə insanlarla yaxşı yola gedirlər. Zəif yerləri burun, qulaq və gözləridir. Bu orqanları çox həssas olduğu üçün onlar daim nəzarətdə saxlanılmalıdırlar. Sonda bu heyvana sahib olmaq istəyən tamaşaçılarımız, sadaladığımız bu faktları nəzərə alsanız, əmin olun ki, haskilər sizin də ən sevimli dostunuz olacaq. Xumar Kərimli, Rahim Mustafayev, Bağır Kərimov, Lider TV. Bax belə, bizdən də bu qədər. Sabah yenidən görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Geyiminin bu kişi geyimini, bu iki hansı baxışdan adi və asılışmış, nə? Alışılmış. Belədir, hıçqırmaq nətərdir? Belə? Bildim, arada hıçqırram. Sən mənim hıçqırmağın nətər olduğunu dinə. Düzdür, bir də başladım. Gözümə gözüm girir deyəcək.